Ali lideri Seyid Əli Xamneyi və onun ətrafındakılar son 2 gündə Dubaya 1,5 milyard dollar köçürüblər. Bununla bağlı İsrailin televiziya kanalı məlumat yayıb və məlumatda bildirilir ki, Əli Xamneyinin oğlu Müctəba Xamneyi də daxil olmaqla İran Respublikasının yüksək vəzifəli şəxsləri son 2 gündə Birləşmiş Ərəb Əmirliklərinə Dubaydakı depozit hesablarına 1,5 milyard dollar köçürüblər. Pentagon müşaviri polkovnik Douglas McGregor da iddia edir ki, Xamneyinin oğlu özünə Dubayda sığınacaq axtarır. Bütün bunlar isə İranda baş verən etirazlar və ixtişaşlar fonunda, əziz tamaşaçılar, deməli tirajlanır və bildirilir ki, son günlərdə ölkədə ölü və yaralı sayı minlərlə olduğuna görə hətta vəzifəlilər belə müharibə ehtimalını yüksək dəyərləndirərək ölkədən qaçmaq istəyirlər.